Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, əziz abituriyentlər. Mən Elnur Mehdli. Bu gün sizlərə Mirzə Ələkbər Sabirin əkinçi satirası haqqında məzmun və forma xüsusiyyətlərinin ən incə məqamlarına toxunacağam. Mütləq sonuna qədər izləyirsiniz. Həmçinin bizim YouTube kanalımıza abunə deyilsinizsə, mütləq abunə olun. Həmçinin bu videonu siz də öz yoldaşlarınız arasında paylaşaraq abunə sayını artıra bilərsiniz. Eyni zamanda rəy yazmağı da bizdən əsirgəməyin. Başlayaq, məzmun və forma xüsusiyyətlərindən danışaq. Əkinçi satirası. Deyir, məzmunluq edib başlama fəryadı əkinçi. Bax, bu yoldaşlar, burada bir, belə deyək də, bir bəyin, bir xanın əkinçiyə, belə deyək də, müraciətinlə başlayırıq. Eyni zamanda burada tipi öz dilindən danışdırmaq üstündən də Sabir təbii ki, istifadə edir. Məzmunluq edib başlama fəryadı əkinçi. Əkinçiyə deyir, məzmunluq etmə, belə deyək də, özünü əzib büzmə. Qoyma özünü tülkülü adə əkinçi, məzmunluq eləmə, özünü fağırlıq yerinə qoyma əkinçi, özünü tülkülüyə qoyma adə əkinçi. Bir üzlə hər gündə qalıb durma qapımda, yalvarma mənə, boynunu kəs əyri, əyri vurma qapımda, gahi başına, gahi döşünə vurma qapımda, ləğv olma, ədəb gözlə, bu məvada əkinçi, lal ol, abalam, başlama fəryada əkinçi. Əkinçi, gündə bir üzdən gəlib mənim qapımda durma, yalvarma mənə, boynuvu əymə qapımda, gah başva, gah döşva, vurma qapımda, ləğ ol, ədəb gözlə, bu mağvada əkinçi, lal ol, abalam, başlama fəryada əkinçi. Xoş keçmədi il, çöllüyə dehqana nə borcum, dehqan kəndli təbii ki burada, xoş keçmədi il, bu il nə bilmək, yağış olmadı, quraqlıq oldu, mənim kəndliyə nə borcum var, canı çıxsın, gətirsin, buğdasın versin, pulun versin, yerin haqqın versin. Yağmadı yağış, bitmədi bir danə nə borcum, yağış yağmayıb, bir dənə də belə buğda bitməyib, mənə nə dəxli var, mənim pulumu verəcəksən, əkimisən yeri, pulumu ver, haqqı verməlisən. Əsti qara yel çəltiyə bostanı nə borcum, getdim mənə nə fələyin badə əkinçi, lağ-lağ danışıb başlama fəryada əkinçi. Təbii ki, biz burada görürük ki, bəy, xan, ağa, kəndə deyir ki, mənə dəxli yoxdur. Nə bilmə, xoş keçmə deyil, bir dənə də sənin buğdun bitməyib, nə bilmə, qara yel əsdi, qara yel təbii ki, burada epiteten istifadə edib, qara yel əsdi, çəltiyə bostanına borcum, getdim mənə nə fələyin badə əkinçi, lağ-lağ danışıb başlama fəryada əkinçi. Aldı dolu əldən, yağış əldən, səri samanı neynim, səri samanı neynim. Yan ki, çərkə yedi, bostanını, yağış yağdı, bütün məhsulu aldı əlindən, mənə dəxli var. Yəni ki, çərkə bostanıvı yedi. Neyniyim? Verdin keçən il borcuna yorğanını neyniyim? Ol indi palaz satmağa əmadə əkinçi. Lal ol, abalam, başlama fəryatı əkinçi. Məhsul olunub keçən il yorğanını vermişsən, zəhmət çəkərsən, canın çıxar, bu ildə palazı satarsan. Aydın mı? Yəni burada gör, nə qədər zalım bir, belə deyək də, kəndliyə zülm edirlər də, zalimlar kəndliyə zülm edirlər ki, nədir bu? Təbii ki, tipi öz dilindən danışdırır Sabir burada. Deyir ki, nədir bu? Çərkə yeyib buğdu, bostanı, mənim heç bir aidiyyəti yoxdur. Zəhmət çəkərsən, keçən il borcu yorğanı versən, burada palazı satıb verərsən. Gəl şu növbətiyə. Söz açma mənə, çox çalışıb az yeməyinə. Söz açma mənə, çox çalışıb az yeməyinə. Mənə demək, mən bütün gün işləyirəm, az yeyirəm. Mənə aidiyyəti yoxdur. Canın cəhənnəmə ki, ölürsən deməyinə. Canın cəhənnəm olsa, ölürsən, öl. Mən gözləmərəm, buğda çıxar, ver bəbəyindən. Gözündən buğdanı çıxart, ver. Çəltik də gətir, arpa buğda əkinci, yoxsa soyaram, lap dərini adə əkinci. Mənə deməyə, mən çox çalışıb az yeyirəm. Canın cəhənnəmə ki, ölürsən. Buğdanı çıxart, gözündən ver. Arpa da ver, çəltik də ver, nə bilim, digər də, çəltik də ver. Aidiyyəti yoxdur mənə. Yoxsa soyaram, lap dərini adə əkinci. Sən heydə yoxumdur çıxarıb canıvı allam. Mənə gəlib burada 100 dəfə demə yoxumdur. Canıvı allam. Vallahi ovub dideyi giryanını allam. Şallağa tutub peykəri üryanını allam. Öz halına sal indi indi özün yad əkinci. Lağlağı danışıb başlama fəryada əkinci. Sən mənə deməyə mənim yoxumdur. Canıvı allam. Ovub dideyi giryan, gözüvü ovaram. Şallağa tutub peykən üryanını allam. Öz halına sal indi, öz vəziyyəti gözün qabağına gətir, lağlağı danışıb başlama fəryada əkinçi.
Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Mənə buğdanı ver, o buğdanın qırın-qırtığı olur, darı, toyuq düzəyin qabağına tökülür kənd yerində. Buğdanı ver, sən zirzibil yeyərsən. Su olmasa qışda əridib, qarı yeyərsən. Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən. Marı təbii ki, ilan zəhərdir. Zəhr marı yeyərsən. Öyrəşməmisən ət yağa dünyada əkinçi, heyvan kimi ömr eyləmirsən sadə əkinçi. Deyir ki, sən öyrəşməyibsən ət yağa əkinçi, heyvan kimi ömr eyləmirsən. Təbii ki, burada əkinçinin ömrünün heyvan ömrünə bənzədir. İndi burada baxın, sonuncu demək, bu misra qeyd etdiyim misra kəndlinin vəziyyətini demək burada kəndliyinə ifşa edir. Amma növbəti sonunda isə özü haqqında danışır. Lakin mənim olub, insanlıq olub, məzmədam, mənim insanlıq olub vəziyyətim. Bəyzadəyam, asaşədir cümlə qərarım. Meysiz, məzəsiz bitməz olur şam naharım. İşte belədir, halət bəyzadə əkinçi, bəyzadələr rəsmi budur, adə əkinçi. Səni heyvan ömrü yaşamısan, ət yağ nədə bilmirsən, mən isə bəyzadəyəm, meysiz, məzəsiz, səhərim, axşamım keçmir. Bəyzadələrin rəsmi budur, adə əkinçi. Gördük ki, burada tipi öz dilindən danışmağından istifadə edib. Gələk təhlilinə yoldaşlar. Əsər lirik növdə əruz vəzninin həzəz bəhrində təbii ki, nə ilə ilahi satirasında həzəzdə idi. O da əruz vəznidir, lirik növdə idi. 1907-ci ildə Sələddin jurnalda çap olunub, o 1908-ci ildə çap olunmuşdu təbii ki. Satirik yaradıcılığa aiddir. Əsər bəndlər formasında beşli şəklində yazılıb. AA, BB, 3A-dır, 2B-dir, 3C, 2B və 3E, 2B kimi qafiyələnib. Satiranın mühüm cəhətlərdən biri tipi öz dilli ifşa etməkdir təbii ki. Əsərdə mülkədarın əkinçiyə müraciəti başlar. Əkin satirasında mülkədar obrazın daxili aləmi, zəhmət adamının əkinçiyə münasibəti onun öz dili ilə hər tərəfli açılır. Satirada məhsul almadığı üçün çarəsiz vəziyyətdə qalan əkinçi onu təhqir etməklə çəkinməyən mülkədara o obraz ilə qarşı-qarşıya qoyulub. Satirada əslində iki qrup, cəmiyyətin iki təbəqəsi, iki həyat tərzi üzləşdirilir. Birinci qrup əzab çəkməsi, ağır iş şəraitində dözməsi, ikinci qrup insanın isə keyflə yaşaması, meyilsiz, məzəsiz gün keçirməməsi, zülm etməsi aydın şəkildə göstərir. Mülkədar öz dili ilə ifşa olunub, kəndi dilindən danışığa yer verilmir. Satirada mülkədarın qarşısında kəndin aciz vəziyyətdə qalmasından, əkinçilərin həddindən artıq zülmə dözməsindən, bu neylərin ilahi satirasında da var idi, zülmə dözmək, mülkədarların kəndləri soyub talamasından narazı idi. Kəndin borcunu qaytara bilməsi, ahnası etməsi mülkədara qəzəbləndirir. Mülkədar yoxdur sözünü qəbul etmir, kəndi hədə qorxu gəlir, onun canını alacağını, gözünün də deyirək, yoxsa ovub dildə giryanını alıb, gözünün bəbəyini oyacağını, çılpaq bədənini şallah dazanı, peykər üryan, çılpaq bədənini şallah dazanı deyir. Gene sonuncu bəndində mülkədarla kəndin həyat tərzi müqayisə edilir. Deyirsən, heyvan kimi yaşamısan, mən isə bəyzadiyəm. Kəndi keçən borcun əvəzinə yorğanını vermişdim, indi isə bu ildə mülkədar palazını satmağı istər. Mülkədar əkinçinin ömrünə, heyvan ömrünə bənzədir. Əkinçi rədifdir, əsər rədif əsası adlandırılır. Hər bənddə əkinçiyə müraciət var, diqqətli olur. Hər bənddə əkinçiyə müraciət var. Belə dəyərli yoldaşlar, inşallah növbəti bir videoda sizlərlə görüşəcək. Diqqətinizə görə təşəkkür edirəm.